Demək, ispat edin ki, üstbuzağın medianları kəsişdiyi nöqtədə təpədən başlar 2/1 nisbətində bölünür. Yəni, ixtiyari bir üstbuzaq çəkək. Tərəflərin deyək ABC. Medianlar kəsişdiyi nöqtədə təpədən başlayaraq 2/1 nisbətində. Fərz edirəm ki, hələ 2/1 nisbətində bölünmüyor. Birini deyirəm x, birini y. Median tərəfi yarıya bölür. Yəni, bu da bu tərəfi yarı böləcək. Digər tərəfdən də medianların oturacaqları ki, çəkildi bura. Bunları birləşdirən düz xətt parçası üstbuzağın orta xətti olur. Orta xətt nəyə bərabər olurdu? Paralel olduğu tərəfin yarısı. Yəni, adisa bura olacaq A bölünsün 2. İndi orta xətt oturacağa paralel olur. Düzdür? Paralel olursa, paralel düz xəttlər 3-cü düz xətdən kəskəndə daxili çarpaz bucaqlar bərabər olur. Digər tərəfdən eyni qayda ilə də burada bundan bərabər olacaq. Buna da beta deyirəm. Və bu qarşılıqlı bucaqlardır. Bunlar da bir-birinə bərabərdir. Demək, bu ortada alınan balaca üstbuzaq aşağıdakı üstbuzağa oxşar. Oxşar üstbuzaqlarda uyğun bucaqlar qarşısında duran, yəni uyğun tərəflərin nisbətləri bərabər olur. Yəni, deyək ki, qammanın qarşısındakı aşağıdakı üçbuzaqla başlayıram. Qammanın qarşısındakı A-nın, qammanın qarşısındakı A/2-yə nisbəti bərabərdir. Bettanın qarşısındakı X-in, bettanın qarşısında Y-ə nisbətlə. İndi burada A-lar gedəcək, 2 qalxacaq surətdə. Yəni, X bölü Y bərabər olacaq 2-yə. İndi bu da X bərabərdir, çarpaz vursam neçə Y-ə? 2Y-ə. Yəni, bizə deyir ki, təpədən başlayaraq hissələr nisbəti 2-nin 1-ə nisbətidir. Həqiqətən də elə buradan görünür ki, X-in Y-ə nisbəti, yəni 2 almaq, yəni 2-nin 1-ə nisbəti deməkdir. İspat olunmalı.